Şahidimiz tek ailesine göre şahit olmuş. Şahit 10 milyonluk ahalinin yolunda şahit olur. Eğer milyonla benim evladım kimi evlatlar dünyasını değişmeseydi, Ermeni gelip indi başını üstüne oturar. Bütün rəhbər işçilarıyla gene müracaat ederim ki, dərindən düşünsünlər ki, o kreslo kimin sayəsində mənə gəlib olar? Qan bahasına. Mən öz oğlumdan danışmıyorum. Minlərlə var. Oğlanlar gedib dünyasını değişir. Bazılarının heç yeri torpağı da bilmir, hardadır, ne tərədir. Başa düşdünüz. Ben gene bütün şahitlerimize qani rəhmət diləyirəm. Ancaq biraz yaxşı çıxmada bəzi şəxslər də özləri başa düşməlidir. Şahid ailələri qiymətləndirilməlidir. Ben uzun yıllar Bağıb Mahmud Özdəvri Şəhid Ailələr Cəmiyyətin sədri işləmişəm. Ondan sonra o bizə varisimiz otaq da vermişler, otaq ayırmışlar. Sonra cəmiyyət ləğv oldu, ne oldu? İndi gene Allah canını sağ olsun. Hanımız gəlir, rəhbərlik edir. Yani başsız qalmayıb da, gene çok sağ olun. Ben sizə minnətlər bir ata kimi. Cəmiyyətimiz yarandı, tədədən bərpa oldu, böyük işdir. Ata yazıdan da çıxartmayın ki, sizin oğullarınızın sayesinde bizim balalarımız dünyaya gəlir. Yəni sizin oğullarınız o 20%-i saxlamasaydılar, ermənilər həqiqətən Azərbaycanda indi hüquqan edirdilər. Ona görə də biz sizə minnətdarıq ki, siz də elə oğullar böyütmüşsünüz. Onların sayesinde bizim balalarımız böyüdü, dünyaya gəldi. Və sizin oğulların qanını yerdən götürdü.